tarixin hansı səhifəsində uca zirvəli olan insanları əgər tanımaq istəsən, onu Həzrəti Əli əleyhissalamla müqayisə eləmək istəyəndə baxıb görürsən ki, əgər şücaətlidirsə, Həzrəti Əlinin şücaətindən bir zərrə vardır. Əgər kəramətlidirsə, Həzrəti Əlinin kəramətindən bir zərrə var. Səxavətlidirsə, Həzrəti Əlinin səxavətindən bir zərrə var. Məsələn, Həzrəti Əlinin səxavətinə bir dənə misal olaraq, Hatəmi Ta'i ki, səxavətdə dünyada məşhurdur. Tainin qəbiləsini, Peyğəmbər əleyhissalam ki, Həzrəti Əlini göndərir, Tainin qəbiləsini İslam'a dəvət eləsin. Tainin oğlu əsir düşür. Həzrəti Əli onu çox hörmətlə, izzətlə, kəramətlə Peyğəmbər əleyhissalamın huzuruna getirir. Hətta vardı belə bir tarixdə vardı ki, əbasını belə onun ayaqlarının altına salır. Cəmaat etiraz edirlər, Həzrəti Əlidən şikayət edirlər Peyğəmbər əleyhissalama ki, bu ki kafərdir, bu ki dinsizdir, bu ki əsir alınıbdır, küfr olaraq əsir alınıbdır. Niyə Əli ona bu qədər hörmət qoyur? Həzrət Peyğəmbər buyurdu ki, siz onun nə etdiyini başa düşməzsiniz. O, Allahın bəyəndiyi xüsusiyyətlərdən olan, səxavətin yiyəsi olan, yəni o səxavət ki, Allah səxavəti o cür bəyənir insanlarda olsun. Hatəmin oğludur. Hatəm kafər getdi dünyadan. Ona görə ki, İslamı dərk eləmədi. Hatəm dünyadan gedəndə artıq İslam gəlmişdi. Yəni Məhəmməd Peyğəmbərlə həm müasir olmadı. Bəlkə də İslam dinindən eyni əsrdə yaşasaydı, Hatəm də müsəlmançılığı qəbul eləyərdi. Bu, araşdırmağa ehtiyacı olan bir mövzudur. Həzrəti Əli onun atasının səxavətinə görə özü ona kəramət göstərib, öz əsiri olduğunu üçün. Əsirlərlə də Qur'anda Peyğəmbər də buyurur ki, yumşaq rəftar eləyin. Həzrəti Əlinin də onunla əsir olmasına baxmayaraq kəramət və səxavətlə rəftar etməsi Hatəmin bütün qəbiləsinin İslam'a gəlməsinə səbəb oldu.